Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Xüsusilə qardaşlara və bacılara, hansılar ki ümrəyə gəlirlər, bir məsələni xatırlatmaq istəyirəm. O da ondan ibarətdir ki, öncəliklə əziz qardaşlar, bilirsiniz Məkkə mübarək yerdir. Buralar mübarək məkanlardır. Bura ancaq ibadət üçün, əxlaqı öyrənmək üçün, icra eləmək üçün, təqvanı icra eləmək üçün, qazanmaq üçün gəlmək lazımdır və yaxud da insanlar gəlirlər. Gördüyüm ən çirkin şeylərdən biri odur ki, xüsusən də bu ehrama girmiş kişilər baxırsan ki, ehramda olduqları halda döşlərini açırlar, bellərini açırlar, qarınlarını açırlar. Sanki hansısa bir dənizin kənarında çimərliyə gedirlər. Bu doğru bir şey deyil, doğru bir şey deyil. Sən xoşlayarsanmı ki, kimsə sənin arvadının, qızının anayın qabağında qarınını, belini, döşünü, sinəsini açsın? Bu doğru deyil axı. Bəziləri hansılar ki, biraz bir-iki ştanga qaldırıblar, baxıram, qol-mol göstərməyə çalışırlar, ehramı geyindikdən sonra sanki fitness zalına giriblər. İkinci məsələ də bacılar, hansılar ki, ümrəyə gəlirlər, əziz bacılar. Dediyim kimi, bura iman taqva yeridir. Bura bəzənmək, düzənmək, pomada, makyaj, bir sürü bəzənib düzənərək ehrama girib Kəbənin ətrafında tavafa girməməlisiniz. Bunların hamısı Muhammed sallallahu aleyhi və səlləmin yoluna, onun zövcələrinin yoluna müxalif olunan yollardan biridir. Bura gələndə insan maksimum həyalı, iffətli, namuslu və şəriətə uyğun şəkildə hər addımını atmağa çalışmalıdır. Allah cümləmizi xeyirlərdə muvaffaq eyləsin. Esselamu Aleyküm.